Səmavi kitabların sayı 104'dür. Bu haqda Şeyx Şəmsüddin Ərirəmli özünün Nihayət Əl-Muhtac adlı kitabında bildirmişdir. 104 səmavi kitabın yüzü bükmə şəklində, 4'ü isə kitab halına salınmışdır. Bu 4 kitab bunlardır: Zabur, Davud Peyğəmbərə, Tövrat, Musa Peyğəmbərə, İncil, İsa Peyğəmbərə və Quran, Muhammed Peyğəmbərə nazil olmuşdur. Musa Peyğəmbərin dövründə müsəlmanlar Tövrata əməl etməyə borclu idilər. İsa Peyğəmbərin gəlişi ilə müsəlmanlar ona gələn səmavi kitaba, yəni İncilə əməl etməyə borclu idilər. Bir çox insanlar bu dövrdə Qurani Kərimin tərcüməsini oxuyurlar və elə bu tərcüməni də Quran hesab edirlər. Əslində isə bu Quran deyil, tərcümədir. Bu cür tərcümələr isə kifayət qədər çoxdur və bir-birindən fərqlənir. Bir çoxları Quranı tərcümə edərək ayətlərin mənasını təhrif edirlər, dəyişirlər. Allah vəd etmişdir ki, Quranı nazil olduğu kimi də qoruyacaqdır. Əl-Hicr surəsi 9-cu ayətdə belə deyilir: Mənası, həqiqətən də biz Quranı nazil etdik və biz onu qoruyuruq. Qurani Kərimin tərcüməsinin qorunması barədə isə belə bir vəd yoxdur. Bu səbəbdən bizim hər birimiz bu məsələdə diqqətli olmalıyıq.